hər hansı bir ailədə xəstə uşaq doğulursa, o ailəni bir Tamlayır, bərabərləşdirir, bəli. tam eləyir. Düzdür, elə olur ki, ata-ana ayrılmalı olur, amma o da bir dərsdir. Bu nöqteyi nəzərdən bəli, amma bunun nə dərəcədə çətin olduğunu bilmək olur. Çünki ana bəzən tək qalır. Bilmir ki, necə eləsin, nətər eləsin. Əslində ananın fəryadı niyə sualında olur? Bəli, niyə? Niyə mən? Siz niyəsini tapa bilməyəcəksiniz. Yəni çünki onun niyəsi yoxdur. Bu xəstə uşaq, yəni sizə nəyə görə verilib, bunu heç vaxt bilməyəcəksiniz. Amma əslində bizə yəni izah eləyirlər ki, bu nəsildən gəlir. Nəsildə hər hansı bir kod aktivləşir. Xəstə uşaq formasında çıxır sənin qabağına. Əgər xəstə uşaqla sən o dərsi almırsansa, bəzən o nəsil tükənə bilir. Bəli, o nəsildə artıq sağlam uşaq da olmur və yaxud da olursa həyata tez bitir və o nəslin bütün proqramları sıfırlanır.